Ben Vüsal Kəlbəzəri hər zaman yardımlı rayonlu və buranın ziyalılarına da mən böyük hörmətim var. Şəhidlərinə də böyük hörmətim var. Yol polislərinə də və müəllimlərinə, təsisçilərinə də, sadə vətəndaşlarına da. Amma bu günlərim yardımlı rayonunda bir xoşa gəlməz bir hadisə baş verdi. Demək, bax qarşı tərəfdən mən bu yolla məsəl üçün gedirəm, öz yolumla, öz pravamla gedirəm. Öz pravamla getdiyim yerdə demək, bir dənə Pajero mənim yoluma çıxdı və Pajero qəza vəziyyəti yarandı. Yəni, mən əslində öz yolundan tərpənməli deyildim. O gəlməli idi, mənim belimə minməli idi. Belimə minəndən sonra indi Allah uzaq eləsin, hansımızsa ölməli idi. Bu birinci hal. İkinci hal o idi ki, yəni ölməsəydi, maşının ən aşağısı, onun da maşını bir 10 min, 15 min, mənim də maşınım 10-15 min ziyana düşəcəkdi. Və mənim maşınımı, əgər ölməsəydim, mənim maşınımı sığorta düzəldəcəkdi. Amma onun maşını qalacaqdı bərbad gündə. Yəni, mən bu hadisələrin olmamaq üçün, mən Vüsal Kəlbəzəri, bir Azərbaycanlı kimi, bir ziyalı kimi, mən maşını verdim tam yolun qırağına, səkiyə çıxdım. Və orada şahidlər də var. O şahidlər gördülər ki, mən maşını tam vəziyyətə kənara çıxartdım. Maşının diski, təkəri, barabanı qırıq-qırıq oldu. Yəni, bir sözlə 1000-1500 manata qədər məni ziyana saldı. Bir üstəki bütün çəkilişim yarımçı qaldı. Bütün işim günümdə bir 1000 manat, 500 manata günümdə heçə getdi. Yəni, mən belə çıxır ki, 2000-2500 manat ziyana düşdüm. Ziyana düşməyinə baxmayaraq, həminki Pajero'nun yiyəsi düşüb gəlib bir dənə mənə demədi ki, ay Vüsal müəllim, ay Həsən, ay Fərqi Fəhlə, ay Bənna, Allah sənin canını sağ eləsin. Sən bu 3 dənə qəzanın və qarşısını aldın da, ya ölüm, ya sənin ölümün, ya mənim ölümüm, ya maşınların ikisinin də əzilməsini sən qarşısını aldın. Və bunu demədi. Və çıxdı getdi. Və mən polis şöbəsinə müraciət eləmişəm. Və kameralarda baxdıq, bir neçəsinə baxdıq. Amma mən inanıram ki, bəlkə də gizlədirlər, bəlkə də gizlədirlər. Rayonda, yardım rayonunda olanlar bilir də, yardım rayonu balaca kənd kimi bir yerdə 3 dənə Pajero var. Pajero'nun biri polis şöbəsinin əməkdaşıdır. Mən bilmirəm odur. İkincisi maliyyə işçisidir. Üçüncü müəllimdir. Qardaş, bu 3 nəfər tapmaq nə çətin şeydir ki. Yəni, əgər tapılmasa, birinci adiyyəti olan orqanlardan xahiş edirəm. Və o cümlədən birbaşa Cəsarət müəllim sizdən, o cümlədən Elvin müəllim sizdən başa sizin nəzarətinizə götürülsün və baxılsın. Demirəm günahkar yol polisində kimdə, yol polisi da yox idi. Amma yəni, bunu tapmaq onların işidir. Xahiş edirəm, onu tapılsın və o cümlədən də o hansı idarənin işçisidirsə, onun haqqında ciddi tədbir görülsün. Əgər ciddi tədbir görülməsə, əgər ciddi tədbir olmasa, mənim üçün o birisi variantı. Bax, sonra deyəcəkdilər ki, Vüsal müəllim filan kəsin niyə anasını söydü? Sonra deyəcəkdilər ki, Vüsal müəllim kimisə bacısını niyə söydü? Vüsal müəllim kimisə arvadını, qızını niyə söydü? Axı söymürəm mən. Bax, görürsünüz, xahiş eləyirəm. Rica eləyirəm ki, qardaş, hansı idarənin müəssisənin işçisisə, mənə zəng elə, mənə denən və denən ki, qardaş, səhv olub da, insanıq da, nə olar, qabağıma çıxdı, maşın çıxdı, sənin maşın qabağına çıxdım, insanam, bilmədim, tələsirdim, görmədim, zəng elə, amma denən. Deyilməsə, məncə başqa-başqa yollara əl atmalıyım. Oldu və adiyyəti olan orqanlardan xahiş edirəm, bununla bağlı ciddi tədbir görürəm. 2026-cı il 3 fevral tarixidir. Mən inanıram ki, günün sonuna qədər ciddi tədbir görüləcəkdir. Günün sonuna qədər ciddi tədbir görülməsə, birbaşa mən canlıda həmin insanı mən özüm tapacam. Və kim o hadisəni görübdürsə, xahiş edirəm, mənim direktimə və şəxsimə yazsın, hansı maşın nömrəsidir. Və onu mən premiya verəcəm. 100 manat premiya verəcəm. Kim o maşın nömrəsini görübdürsə. Xahiş edirəm, sizdən ciddi araşdırma aparın.